izləyicilərimiz, sizlərə Əliağa Vahid heykəlinin tam yaxınlığında. Sizlərə qeyd edəcəyim ünvan elə bir yerdir ki, bu ərazidə ev tapmaq bugünkü çətin məsələdir. Nəyə görə? Masazının tam mərkəzidir. Əliağa Vahid heykəli, bir saylı məktəb, poliklinika, post, bələdiyyə, kənd soveti, Araz market, Şok market, Bravo market hamısı buradadır. Evin böyük üstünlüyü nədir? Evimiz yan hissəsi də yoldur, ön hissəsi də yoldur. Bütün pəncərələrin qarşısı açıqdır. Və gəl dəyərli. Üstünlük nədir? Evin yan hissəsinə keçmə yolu. Qaz, su, işıq, kanalizasiya daimidir. 2-3 maşınlıq qaraj hissəsi var. Evdə hər mərtəbə monolit betondur. Birinci mərtəbədə monolit betondur. İkinci mərtəbədə monolit betondur. Krişanın alt hissəsi kəmərdir. Əlavə olaraq pəncərələrin də üstünə kəmər atılıb. Qaraj da maşallah olsun, kolonlarla, cigərlərlə inşa olunub. 2 maşın tam rahat daxil ola bilir. Burada da istəsəz mətbəx düzəldə bilərsiniz və yaxud da ki, qarajı bölüb sportçular kimi də eləyə bilərsiniz. Əlavə avadanlığı yığmaq üçün. Əlavə olaraq həyətdə belə bir təmirsiz sanitar qovşağı var, təmirsizdir. Qazı, suyu, işığı, kanalizasiyası, kupçası, hər bir şəraiti var. Həyətdə də rahat avtomobil daxil ola bilir. Qiyməti qeyd edəcəm. Qiymət, son qiymət 120 mindir dəyərli izləyicilər. Yəni, son qiymət 120 mindir. 120 mindən bəlkə indirim ola bilər, onu danışmaq olar, amma son qiymət 120 mindir. Kombi sistemi baxın buradadır. Kollektor sistemi, kombi sistemi burada nəzərdə tutulub. Bu ev satışda çox qalmayacaq. Yeri çox ideal yerdədir. Baxın, mən sizə buradan evin yerləşmə yerini də təqdim edəcəm. Yerləşmə yerinə baxın. Tam prospekt yola yaxın. Göz klinikasının düz yanında. Evin qarşısı açıq olacaq, çünki klinikanın həyətidir. Qarşısında ev tikilməyəcək. Evə daxil olduğunda otaqla paylanılıb, döşəməsi istipoldur, pilləkənlərin lakı dolğusu vurulacaq, pilləkənin altında şkaf üçün yeri. Burada birinci mərtəbədə olan hamam otağı, birinci mərtəbədə yerləşən qonaq otağı, televizor üçün TV-stand, döşəməsi laminat, TV xətti, kombi xətti, kondisioner xətti hamısı çəkilib. Və birinci mərtəbədə yerləşən bizdə burada mətbəx. Bütün otaqlarda pəncərələrin qabağı açıldı. Bir daha da qeyd edirəm, Masazır qəsəbəsində yerləşir. Qiymət 120 min sondur, döşəməsi istipoldur, pəncərələrin qarşısı açıqdır. Evin yan hissəsi də, ön hissəsi də yoldur. Deməli, dəyərli izləyicilərimiz, ikinci mərtəbəyə qalxaq. İkinci mərtəbədə bizdə yerləşir yataq otaqları. Pilləkənin lakı dolğusu vurulacaq, yəni qeyd edim bunu. İkinci mərtəbədə yataq otaqlarıdır. Eyni qaydada otaqlar koridor vasitəsilə paylanılıb. Pilləkənləri qalxdıqda burada yerləşir sanuzel. Alıcı ilə satıcı arasında razılıq əsasında quraşdırıla bilər aksesuarları. Və burada yataq otaqları. Yataq otaqlarına təqdim et. Bütün kommunal xətləri daimidir. Yerləşmə yeri çox ideal bir ərazidədir. Hər bir şəraiti var. İçəri yerlərdə deyil. Bu evi içəri yerlərdəki evlərlə müqayisə etməyin. Yerləşmə yeri çox mükəmməl, çox yaxşı, təmiz, havalı, hündür bir ərazidə yerləşir. Bu ərazidən də bütün Masazır qəsəbəsini, baxın, yaxınlaşdır. Bütün Masazır qəsəbəsini görmək olur. Yenə də əlavə nə sualınız olsa, zəng edib maraqlana bilərsiniz. Sağ olun, salamat qalın.